Cinema Radio, Cinema Radio, Cinema Radio. Əziz dinləyicilər, Dost Sinema rubrikasını dinləyirsiniz. Bugün də çox maraqlı qonağımız var. Rejissor, aktyor Mahir Dərvişdi qonağımız. Xoş gəldiniz. Xoşumuz olsun. Mahir müəllim, ad gününüz yaxınlaşır. Mən sizi bizim kollektivimiz adından öncədən təbrik edirəm. Sizə can sağlığı, sevinç dolu günlər, mənalı ömür arzu edirəm. Yaşayıb yaradasınız həmişə. Biz də sizə baxaq. Çox sağ olun. Zövq alaq. Mahir müəllim, siz 14 yaşından bu sənətdəsiz, düzdürmü? 14 yaşından sizi gətiriblər kinostudiyada. Biraz bizə o vaxtlardan danışın. Necə gəldiniz kinoya? Kinoya gəlmək, ümumiyyətlə mən insan taleyi ilə barışıram. İnsanın qarşısında bir taleyi var. O bir misal var Rusça. Deyir, если хочешь рассмешить Бога, скажи ему о своих planах. Yəni Allahı güldürmək istəyirsənsə, planlarını danış. Əslində insanın bilmədiyi və görə bilmədiyi bir tale yolları var ki, bəzən bunu biz özümüz idarə eləyə bilmirik, nə qədər azad olsaq da. Ancaq bu məqamlarda mənim həyatımda qəribə də olsa istədiyim bir arzu var idi. O kino idi. Rəhmətli atam kinostudiyada ikinci iş yeri kinostudiya idi. Deyirdim, məni apar orada. Ancaq rəva bilmirdi. Bir dəfə apardı, sonra aparmadı. O elektrik sexində işləyirdi. Vaxtı 70-ci illərin əvvəlində. Aparmadı. Niyə? Çünki o sahəyə marağı yox idi. O marağı olmadığına görə məni də ora rəva bilmirdi. Və nəhayət bizim qonşu var idi yaxınlıqda, Fazil Salayev. Dedim, Fazil əmi məni də apardı. Qoşuldum bu Fazil əmiyə. Bu Fazil əmiyə qoşulduqdan sonra o kinostudiyanın, bu havasına, o aktyorların, əvvəlcə dostluq elədiyim adamlar Fazilin sayəsində Ceyhun Mirzəyev, Anatollu Qəniyev, sonra artıq kinostudiyanın içində aktyorlar və bəzən Fazili qınayırdı başqa aktyorlar ki, bu uşağı da yoldan çıxartmasan. Çünki Fazil biraz əhlikeyf insan idi, çox maraqlı bir insan idi. Mən hətta onu özümə ustad da sayıram. Çalışmışam sənətdə onun kimi bəzi detallara yol verim. Çünki Fazil Salayev özü də balaca epizodların mahiri ifaçısı idi. Yadda qalan bir dəqiqəlik, bir neçə saniyəlik mətni ilə, sözü ilə kino yaddaşına həkk olunmuş sənətkar idi. Ona görə Allah rəhmət eləsin Fazil Salayev və onun timsalında bizim böyük sənətkarlarımıza ki, o kinonu bizə doğrudan da sevdirdilər. Bəs ilk yer aldığınız kino mu deyim, bir iş mi deyim, necə yadınızda qalıb? Əsas iş bilirsiniz, kinodan gedir söhbət. Düzdür, o vaxt balaca bir Mosfilm, yəni Rusiya Bakıda film çəkirdi. Orada da kiçik bir, hətta o filmin adını da unutmuşam. O da yadımdadır. Ancaq o qədər mənim üçün maraqlı deyil idi. Onunla paralel Qərib Cinlər Diyarında filmini çəkirdi Əli Sattar Atakişiyev. Nağıllar aləminə düşdüm və mən Əli Sattar Atakişiyevi müşahidə elədim. Baxırdım, görkəm, istedad, Azərbaycan nağıl filminin şahənşahı Əli Sattar Atakişiyev. Və onun filmində düzdür, kütləvi səhnələrdən, cinlərdən biri idi. Ancaq məsələ o cin olmaqda deyil. O film meydançasını hiss eləmək, kütləvi səhnələrlə dolu olan bir film.
Əlisatlar Atakişiyev kimi dahi bir sənətkarla mən uşaq, o isə demək olar ki, babam yaşında bir insan. Ancaq pərəstiş aparırdım ki, belə bir rejissor olmaq olarmı? Allah Əlisatlar Atakişiyevə rəhmət eləsin. Doğrudan da dahi rejissor olub və artıq kinoya bağlanmaq var idi. Artıq hiss edirdiniz ki, siz o bu yoldasınız. Hə. Siz 40 ildən artıqdır ki, bu sənətdəsiz, düzdürmü? Bax, 30-a yaxın qısa metrajlı, sənədli filmləriniz var. Həm müəllifisiz, həm rejissorusunuz. Bax, bu qədər işin içində sizə yaxın, sizin xarakterinizə, xasiyyətinizə çox yaxın hansı layihəni qeyd edə bilərsiniz? Ümumiyyətlə layihələr hamısı mənim üçün maraqlı olub ki, mən ona qol qoymuşam və qəbul eləmişəm. Bilirsiniz, 90-cı illərdən sonra isə mənim qismətimə düşən vətənpərvər mövzular oldu. Deməli, milli qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı mövzulara müraciət elədim. Ancaq ayıra bilmirəm ki, hansı mənə doğmadır, hamısı evlad kimidir də. Ancaq mən bir balaca təxəllüsümə bənzəyən insanam. Klassikaya daha çox meylliyəm. Muğam, qəzəliyyat, biraz fəlsəfə. Ora meyilli olduğuma görə mən hətta televiziya layihələrimdə, verilişlərimdə bu janra çox müraciət eləmişəm. Bilirsiniz, indi bugün bir balaca abu-hava başqa cürdür, şu aləmi, yaradıcılıq aləminə, ədəbiyyata bəzən kölgə saldığı hallarda əsl yaradıcılıq bir görürsüz ki, nəsə yad görünür və yaxud münasibət o dərəcədə isti olmur. Ancaq mən heç də peşman deyiləm ki, ümumiyyətlə televiziyada çalışdığım dövrdə mən xalqımın milli mənəvi sərvəti olan ədəbiyyatının klassikasına, musiqisinin muğamına müraciət elədim. Hətta bilirsiniz, 2003-cü ildə məni axtarmağa başladılar televiziyada ki, bəs muğamla bağlı gözəl verilişlər eləyən bu Mahir Dərviş kimdir? Məni həmin adamlardan gizlətdilər. Sonra muğam müsabiqəsi yarandı, Space-də yarandı o. Ancaq mən buna da bir sirr olaraq deyirəm ki, televiziya, özü də dövlət televiziyası strateji bir obyektdir. Mən bu televiziyadan gənc istedadları axtarıb tapıb çəkirdim və artıq bunu görürdülər. Bu bir ideya mesajı idi və o ideya mesajını duyanlar oldu və həmin andan muğam müsabiqəsi üçün bir şərait yarandı. Ancaq mən yenə də kölgədə qalaraq. Onu deyirəm ki, televiziya ilə kino arasında qalan Mahir nə kinoya, nə də televiziyaya barmaqarası baxmadı, bir ciddi qəbul elədi. Halbuki televiziya tez unudulur, verilişlər gedir, bugün getdi, sabah getdi, unuduldu. Ancaq kino belədir ki, qalır kino. Bizim üçün, biz kino insanları, kinonu əbədi bir sənət bilirik. Düzdür. Nəyə görə Mahir Dərviş? Rəhmətli dostumuz Yaşar Nuri deyirdi ki, bir neçə nəfər aktyorlarımız var. Onlara ad vermək lazımdır. Sənə isə soyad.
Çünki Mahir Dərviş mənim soyadımı çoxsu bilmir. Ancaq Yaşar rəhmətli də zarafatla deyirdi. Deyirdim, doğrudan mənə adı lazım deyil. Adı atam verib mənə, Mahir də adam. Sözün kökü də məharətdir. Rusca as deyirlər ona. Dərviş təxəllüsdür. Dərvişi də mənim piri ustadım mənə deyib. Çünki mən biraz bu hala, bu hürufi halına yaxın olduğuma görə ustad da Dərviş adlandırıb və bu neçə illərdir artıq bu təxəllüslə, elə təxəllüsə uyğun da öz sənətimlə məşğulam. Az önce dediniz ki bana ad lazım değil. Niye bu fikirdəsiniz? Niye ad istəmirsiniz? Bilirsən, ümumiyyətlə ad nisbi bir necə deyim sizə, rəsmiyyət üçün lazımdır və yaxud hansısa qonorar üçün, pensiya üçün lazımdır. Əgərləri mahir sənətdə bir faydalı iş görmürsə, ona şahənşah adı da qoysaq, bunun nə əhəmiyyəti ola bilər, nə faydası ola bilər. Ona görə mənim üçün o adın o qədər gücü, mahiyyəti yoxdur. Əgər bir sənətkarı xalq sevirsə və yaxud xalq üçün faydalı bir iş görürsə, istər maarifləndirici halda, istər hansısa məqamda bir iş görürsə, xalqının işinə yarayırsa, o hələ xalqın həm artistidir, həm incəsənət xadimidir. Bax, ona görə düşünürəm ki, əsas işdir, əməl. Söz, danışıq insana verilən ən gözəl varlıqlardan biridir söz. İnsan yoxdan var eləyir söz vasitəsilə. Yoxdur, danışmır, sustuq, heç nə yoxdur, danışdıq, var elədik. Bu sözün özünə israf eləmək olmaz. Söz o qədər böyük qüvvədir ki, böyük varlıqdır ki, onun özünü də bir balaca ehtiyatla istifadə eləmək lazımdır. O cümlədən kino sənətində sözü təsvir deyir, əşyalar deyir, rejissorun işi deyir, rəssamın işi deyir, bəstəkarın, operatorun işi orada söz deyir. Bu günlər o söz qarışıqlığı var. Elə bir hay-küy yaranıb. Bilmirəm, hamımız bu bir balaca istərdim səmimi danışaq, bəzi tənqid ümumiyyətlə hər bir yaradıcılığın əsas potensiyasıdır. Yəni tənqid olmalıdır öz sahəmizdə də. Hər bir insan da özünü də tənqid eləməyə bacarmalıdır. Bu günləri biraz kinonun özündə də hay-küy var. Kinonu bu gün rejissor, ədəbiyyat, senaristdən çox texnika həll eləyir. İşıqlar, kameranın gücü, bəzi texniki avadanlıqlar. Bəs rejissorun gücü hardadır? Operatorun, rəssamın. Bilirsiniz, bunu bəlkə deyə qınaya bilərlər ki, Mahir köhnə dövrün, Sovet dövrünün kinosundan qalıb. Xeyr, mən sizə bax, Bəyalar Əlisatda Atakişevdən danışdım. Qərib cinlər ölkəsində pavilyonda çəkiliş gedir. Kamera, Drujba kamerası 4 nəfər götürüb gəlir, ağır. Operatorlar, onu da rəhmət etsə Şərif Şərifov, o gözlükdən baxır, ağ-qarı görür. Rejissor heç nə görmür. Rejissor ancaq aktyorla işləyir. Muxtar, Hamlet, Amalia, onların da fikri rejissordadır. Rejissor nəzərini onlardan qaçırtmır. Canlı aktyorla təmasdadır. Lent gedir Moskvaya və yaxud Kiyevə, orada araşdırılır, gəlir. Onun necə gələcəyi bırak olacaq, olmayacaq, hələ məlum deyil. O çətinliklərlə çəkilən filmlər niyə indi baxılır?
sual ola bilər. Niyə baxılır? Çünki film ədəbiyyata dirənmişdi, qələmə dirənmişdi. Bir də rejissorun təxəyyülünə, təfəkkürünə, işinə, ustadlığına. Bu gün hər şeyimiz var. Mən qarışıq, monitor qarşımızda. Rəngli monitor, kofe qabağımızda, pultlar, bütün rabitə, rəqqasələr arxamızda. Hər şey var. Ancaq bir də görürsünüz ki, kino yoxdur. Niyə? Bu məsələ bundan ibarətdir ki, hamısını şamil eləmirəm. Bizim maşallah istər gənc, istər orta yaşlı elə rejissorlarımız var ki, adam arxayın olur ki, Azərbaycan filmi yaşayır və yaşayacaq. Onlar var. Ancaq barmaq saymaq olar onları. Ona görə texnikadan çox kadrın mənasına, biraz surətpərəstliyə qoyaq arxaya. Oy, хорошая kартинка. Хорошая kартинка. Bəs o хорошая kартинка nə deyir? O köynələr isə çox texnikadan istifadə eləmədən, statik kadrla, kadr özü danışırdı. Aktyorun siması, o abu-hava, o söz, filmlərimizdən o qədər aforizmlər qalıb, hətta yumorlar qalıb. Bizim bugünkü kinodan gələcək nəsilimiz üçün hansı sözlər qalacaq? Bax, bu məqamda ədəbiyyata müraciət eləmək lazımdır və yaxud istedadlı qələmə müraciət eləmək lazımdır. Dialoqlara bir balaca güc vermək lazım. Rejissor hansısa senaristin yazdığını öz icrasıyla düzəldə bilər. Ancaq bəs dialoq əgər professional yazılmayıbsa, orada rejissor heç bir iş görməyəcək və tamaşaçı qeyri-səmimiyyəti hiss eləyəcək. Ona görə səmimiyyət, yenə səmimiyyət. Ona görə bayaq dedim ki, niyə məhz köhnə rejissorlar o cür ağır texnikayla gözəl filmlər çəkirdi, bu gün də baxırıq. Çünki onlar sənətlərinin aşiqləri idi. Aşiqlər məşuq olduqları kəs üçün canlarını fəda eləyirlər. Onlar da fədakarlar idi ki, bu günləri biz onları gözəlliklə yad eləyirik, işlərinə baxanda da, filmlərini xatırlayanda da. Mahir müəllim, o qədər belə yumşaq bu məsələləri o qədər yumşaq tənqid edirsiniz ki, amma mən əminəm ki, bizi dinləyənlər mütləq bir nəticə çıxaracaqlar. Və mən çox istəyərdim o siz dediyiniz kimi o səmimiyyəti biz ekranda doğrudan da hiss edək. Bax, rejissor daim kamera arxasındadır da. Amma məsələn siz bir aktyor kimi özünüzü rejissor kimi çəksəydiniz, necə bir tərzdə çəkərdiniz? Necə özünüzü görmək istəyərdiniz ekranda? Ola bilər, bugünə qədər onu ifa eləməmisiniz. Fikirləşirsiniz ki, bax, bu rol mənə həvalə olunsaydı, mən onu yaradardım. Necə özünüzü görmək istəyərdiniz? Sırf öz baxışın bucağınızdan. Mən hal-hazırda özümü Şəhriyar kimi görmək istəyərdim kinoda. Azərbaycanın gözəl şairidir, Təbriz, Abu-Havalı Şəhriyar. Birinci, ədəbiyyatı sevdiyim üçün, şeiri sevdiyim üçün, qəzəli sevdiyim üçün. O ki, qaldı özümü aktyor kimi. Ümumiyyətlə, bir dənə də sizə söz deyim, qəribə də gəlsə, səslənsə mən tərəfdən, mən həmişə populyarlıqdan qorxmuşam. Niyə? Bilirsiniz, o bir dövr var idi, hardasa 20 il bundan qabağa keçib artıq üstünə. Mənim müəllif verilişim var idi, Ağ Yol adlı. Sözsüz orada yenə deyirdim ki, poeziya var idi, musiqi də var idi.
film formatında qurmuşdum. Müəllif olaraq səsim gəlirdi, özüm görünmürdüm. Hətta addımlarım, ayaqqabılarım da görünə bilirdi, əlim də görünə bilirdi, simam göstərmirdim. O populyarlıqdan qorxu da deyil. İndi sizə öz fikrimi başa salaram ki, niyə? İndi mən azadam, sərbəstəm. Halbuki bəzi filmlər mənə mane olur, tanıyırlar, ictimaiyyət görür. Ancaq tanımayanda, bax, ictimaiyyət arasında adam rahat gəzir, avtobusda, metroda. Ancaq son zamanlar görürəm balaca uşaqdır, anasından məni göstərir, gülür. Görürəm, mən bir komik filmə də çəkilmişəm. Komik filmdə bir faciəli rolda çəkilmişəm. Ancaq uşaq üçün o gülməlidir. Bax, anasını göstərir, baxıram. Anası da soruşur ki, osuz. Deyirəm, odur. Bax, belə şeylərə görə o populyarlıqdan adam çəkilir, ehtiyat eləyir ki, qoy mən sərbəst gedim dəniz qırağında, misal üçün tək otururum, küçənlə gecə vaxtı azdıraman qabağından Qoşaqala qapısına piyada gecə gedim. Heç kim məni tanımasın, görməsin və yaxud bəlkə də səhv düşünürəm. Ancaq o populyarlıq bəzən mane olur belə şeylərə. İndi fikir verirsiniz, şou aləmi yaranıb, müğənnilər hamısı tanınan olub televiziya vasitəsilə. Onlar hamısı cəmiyyətdən kənarlaşıblar. Bir rejissor dostum var, mənə deyir ki, mən də Nəsiminin kitabını alıb oxuyacağam dərviş olmaq üçün. Dedim, Nəsimini oxumaqla dərviş olmur. Gəri Nəsimi avu havasında olasan ki, dərviş olsan. Deyirəm, ay qardaş, sən səhər evdən çıxırsan, liftlə düşürsən. Liftdən düşən kimi minirsən maşına, maşınla ofisdə də liftə minib qalxırsan otağa, sən cəmiyyəti görə bilmirsən, ay rejissor. Sən cəmiyyətin içində qaynayıb qarışa bilmirsənsə, sən hardan bu müxtəlif insanların, peşə sahiblərinin mimikalarını görməyib, onların psixologiyasından bixəbər ola-ola hansı inkişafdan danışırsan ki, sən rejissorsan. Rejissor əslində nə sənətdir, nə peşədir, həyat tərzidir. Dərvişanə həyat tərzidir. Rejissor bilməlidir ki, həkim xalatını necə geyinir, xəstənə necə münasibətdə olur. O hakimi tanımalıdır, müstəntiqi tanımalıdır, xarratı tanımalıdır, bənnanı, rəngsazı, satıcını. Bunların psixologiyasını bilmədən o aktyordan nə tələb eləyə bilər? Ona görə azadlığı, ona görə deyirəm ki, bu azadlığı əlimdən almasınlar. Qoy cəmaatın arasında olum, dərvişanə. Tərki dünyalıq onsuz da var içimizdə. Ancaq bu cəmiyyətin arasında cəmiyyətmi biz insanlara əslində ehtiyacı var. O Diogen günün günorta çağı, o çəlləkdə yaşayan filosof dahi günün günorta çağı çırağı götürüb şəhəri gezir. Neyinirsən? Deyir, insan axtarıram. Bu günləri görürsünüz ki, həmin Diogen halına da bənzəyir halımız ki, ünsiyyət üçün də bir də görürsünüz adam axtarırıq. Ünsiyyət eləməyə insan tapmırıq. Texnika, texnologiya da bir bəhanə olur. Ona görə insana ehtiyacı var. Sizin kimi gözəl insan. Çox təşəkkür edirəm. Gözəl həmsöhbətsiz. Çox təşəkkür edirəm Mahir bəy. Çox zövq alıram sizinlə söhbət eləməkdən, amma mən çox istəyərdim. Bax, bu çəkildiyiniz filmlər çoxdur. Amma istəyərdim tənha insanın monoloqundan danışaq. Bax, oradakı təcrübənizdən bölüşün bizimlə. İndi belə başqa filmlərin rejissorlarının xətrinə deyməsin. Başqa filmlərdə mən çox vaxt tipaj kimi çıxış eləmişəmsə, o xarakterik obrazlardır, mənfiləri də olub,
müsbət daha az olub, mənfiləri daha çox olub. Mənfi rolu da daha çox sevirəm. Ancaq Emin Əfəndiyevin mənə müraciətində mən ssenarini oxudum. Ssenaridən də xoşum gəldi, rejissorun özündən də xoşum gəldi. Münasibətdən, onun özünün yanaşmasından xoşum gəldi və eyni zamanda məsuliyyəti də hiss elədim ki, bu hansısa bir fərdi bir obraz deyil. Bu Azərbaycan xalqının birinci Qarabağ müharibəsinin qazisidir. Komandir olub, döyüşüb, yaralanıb, əsir düşüb, kontuziya alıb və axırda iflic vurub. Bunu ümumiləşdirdim. Çünki 90-cı illərin müharibəsini görmüşük, yaşamışıq o halı, dostlarımızdan itirmişik, şikəst olanı, yaralananı da var. Öz ailəmdən şəhid də vermişəm. Bunların ümumi bir obrazını mən həmin atada gördüm. Və məsuliyyəti hiss elədim. O rola ciddi yanaşdım. Orada yəqin ki, filmə baxarsınız tezliklə, aktyorun hərəkət yox, mizan yox, danışıq yox. Ancaq çarpayıda və kiçicik bir ot arabasında oğul atanı gəzdirir, anası meşəyə, anasının qəbri üstünə, ov evinə gəzdirir. Aktyorluq eləməyə burada artıq ayrı imkanı yoxdur. Danışa bilmir, gəzmir, əl-qol atmır. Güc düşdü gözlərə, mimikalara yəni. Bir də ki, Allah cəm ölənləri rəhmət eləsin. Mənim bir şikəst xalam var idi, anadan gəlmə, iflic idi. O danışa bilmirdi. Onun danışığını biz bacoğlanları, bir də dayım uşaqları başa düşürdü. Qohum qardaş üçün, hamısı üçün tərcüməçi biz idik. Mən həmin xalamın danışığını götürdüm orada. Allah onun ruhuna şad eləsin. Çünki iflic idi o da, onun danışığıyla bütün o qazinin faciəsini birləşdirdim. Ancaq çox çətin idi. Mən sizə deyim ki, həyatımda ən çətin çəkiliş o idi. Bilirsiniz, bilmirsən, mimika, bir də biz bilirik ki, kinoların özündə texniki məqamlar var, aksesuarlar var. Bu Hollywood filmlərində də və yaxud əgər bir aktyoru iflis vəziyyətdə çəkilirsə, o pripasabliya necədir Azərbaycan dilində? O ağız üçün dişlər düzəldilir ki, ağız əyilsin. Mən onu onsuz elədim. Çox çətin idi. Həmin müəyyən vaxtlar ağız əyri qalmalıdır. Eyni zamanda da həmin obrazda gözlər. Ona görə mən demək olar ki, oynamadım. Mən yaşadım. Mən 90-cı illərin qazilərinin, şəhidlərinin havasını özümdə toplayaraq o dövrə getdim, yaşadım o faciəni və indi ona tamaşaçılar dəyərləndirə bilər ki, nə dərəcədə alınıb. Ancaq mən yenə də deyirəm ki, mənim həyatımda Orxan Fikrətoğlu birinci zəng elədi, təbrik elədi məni ki, sənin 40 il ərzində ən uğurlu işin budur.
Sonra Nadir Bədəlov özü də təbrik elədi ki, Mahir alınıb. Alınıbsa çox gözəl. Çünki bu film özümüz üçün deyil, bu xalq üçün çəkilir. Xalq bəyənməlidir. Ələxüstə vətənpərvər mövzusu. Emin Əfəndiyevə də təşəkkür edirəm, minnətdaram. O yaradıcı heyətə, onlar gənc bir çəkiliş qrupu idi. Ancaq Nazımla oynayırdılar. Mahir müəllim, sizin özünə məxsus bir tipajınız var. Az öncə dediyiniz kimi daha çox mənfi rollara üstünlük verilirdi. Mənfi və kriminal. Bəli. Amma müsbət rollarınız da olub, düzdürmü? Bax, hal-hazırda hansı layihələrdə iştirak edirsiniz? Hara dəvət alırsınız? Biraz da bizə bundan danışın. Bilirsiniz, deməli 2024-cü ildə əsas bu Tənha İnsanın monoloqu oldu. 2025-in yanvarında bilirsiniz, bəlkə də onunla danışmağa bilmirəm icazə var yoxsa yoxdur. 44 günlük müharibə dövlət səviyyəsində çəkilən Baku Medianın çəkdiyi film Şuşada idi çəkilişi. Ancaq rolu deyə bilmərəm. Allah qoysa tamaşaçılar o filmə baxandan sonra inşallah o ki var məni neynəcəklər, söyləyəcəklər. Amma sizin bu keçdiyiniz sənət yoluna görə yəqin ki, böyük təşəkkür də edəcəklər. Əlbəttə, sənət əhlindən getmir. Ümumi tamaşaçılar var. Hərdən Allah rəhmət eləsin, Məlik Dadaşova böyük sənətkar idi. Dostumuz Ceyhun Mirzəyevin o Fəryad filmində ki, o onu yaratmışdı. Hətta tamaşaçı Məlik Dadaşova belə xoş münasibət bəsləmirdi. Bu aktyorun böyüklüyü idi. Ancaq o Məlik Dadaşov böyük aktyor idi. Mahir Dərviş idi bugünkü qonağımız. Çox təşəkkür edirəm. Sinema Radio, Sinema Radio, Sinema Radio.